deyirlər ki, Sarı xanım, bu mövzuya toxunma. Bu mövzuya toxunma sizə yaraşmır. Mənə yaraşmasa da o bəzi poplu böyüklər var ha, onların o popları həm mənə, həm Azərbaycan xalqına, həm ətrafdakılara o qədər belə adımıza xələl gətirir ki, mən necə ola bilərəm ki, bu mövzuya toxunmayım. Bax, tez-tez girirəm ingilislərə, fransızlara, xanımlarına baxıram. Müsəlman ölkələrinin də xanımlarına baxıram. Niyə görə belə müsəlman qadınları belə popları böyük olur və sevirlər ki, popları böyük olsun da. Təbii ki, doğulanda kiçik doğulub popları, arxaları. İndi mən düşünürəm bizim ümumiyyətlə bu müsəlman kişiləri çox qəribə bir zövqləri var. Bu nə istəkdir, bu nə arzudur? Bu günlərdə bir müğənni, popu yekə bir müğənni belə mənə dedilər Sarı xanımı ictimailəşdir. Çox çətinliklə təyyarəyə minirmiş. Hava limanında bunu görüblər. Sonra təyyarəyə minəndə bir çox çətinliklə arxasını belə zorla, çətinliklə qaldırırdı və təyyarəyə mindi. Əyləşib xanım. Dırnaqları çox uzun, 8 rəngdə, 7 yoxa 8 rənglərin hamısını qarışdırıblar. Çəkiblər bunların barmaqlarına. Ümumiyyətlə o salonlarımızda deyirlər, bizim salonumuz var, biz saç ustasıyıq, nəyik. Onların zövqü də heç nədir. Deyir xanım, elə hava da biraz soyuq idi, tez-tez dedi ki, nə bilim boş yemişəm, nə bilim quymaq yemişəm. Bir qəribə yeməklərin adını çəkdi, dedi əllərimi yumağa gedirəm. Deyir, getdi, qayıdıb dönəndən sonra o arxası da deyir, belə səmimi deyirlər ki, belə arxası da dəyirdi da, o oturacaqların hamısına dəyirdi. Bir çətinliklə insanların arasından o oturacaqların o salonda da o başa getdi ayağı yoluna. Deyir, o qaydandan sonra belə bir dırnaqlarını da təmizləyə. Deyir, bir dənə qoxu gəldi, bir dənə nəcis qoxu gəldi. Deyir, orada Rus qadınları da var idi, onların da yanından keçirdik, digər xanımlar, millətdən olan xanımlar. Bizim xanımlar, yenə dedirəm, o arxaları böyük olan xanımlar nümunədir. Daima onlardan nəcis iyi gəlir. Daima, çünki dırnaqların içində nəcis qalır. Özlərini təmizləyə bilmirlər. Gigiyenik nöqteyi nəzərdən çox natəmizlər. Təyyarədə bizi biabırləmir. Moskvaya toya gedirsiniz. Mən inanıram ki, o Şadlıq Sarayında da o qoxunu hamıya ötürəcəksiniz.